Salam, hər vaxtın xeyir olsun. Biz növbəti evimizə dəvət olunduq. Evimiz Badandartda yerləşir, bina evidir. Burada gördüyünüz kimi əzizləyicilər, işlə bir dənə baxın, tanış olun, görün burada nə iş görüblər. Yəni, köynədən çəkilən sistem deyil. 3 ilin çəkilən sistemidir. Görün nə cür iş görüblər. Bir dənə zəhmət olmasa baxın. Mən izah edəcəm, siz də baxın, rəylərinizi də gözləyəcəm. Bax, görün. Görün nə gündə. Tokları, hələ qoy bunu deyim, sonra ona keçərəm. Peynaplastla işlənirdir. Eləcə bax, stipolun, buna bax, üstünə qum tökdülər. Buna bax, görürsünüz, bax. Görün nə iş görürlər. Buna bax. Altı da boş deyil. Peynaplastın altı da boşdur. Və stipolu kanalizasiya borunun altından çəkiblər. Olmaz. Kanalizasiyanın içərisindən gedən suyu qurudur, başlayır yığıntı əmələ gəlməyə. O da tutulma baş verir. Görün burada nə cür iş görürlər. Mən baxıram belə, yəni 3 ilin çəkilişi deyil bu, köhnədən deyil. Deyil, bax. Dəhlizi görün nə günə qoyublarına bax. Kərpic. Hə, kərpiçlə. Belə şey olar, stipol da altına bax. Buna bax. Buna da qum tökdülər. Altına bax, bomboşdur bax, buna bax. Qumdur. Qumdur, hə, qum doldurublar eləcəməz. Kərpiçlər də qoyublar altına. Görün də, bu nə cür iş görməkdir, nə başım çıxmır. Buna bax. Şeylə, gipslə şeyləri bərkidiblər. Buna bax, gəbir buran çək. Buna bax. Gör nə gündə iş görüblər. Belə iş olmaz. Çox dəyişən dərəcədə. Toku da buna bax. Toku da düz stipolun üstündən apardılar. Buna bax, bunlarda tok var. Buna bax, şunu gör nə günə düşübdür. Zazım Lenyadır. Bu da Allah zor eləsin. Bunu nəmişliyə görə söküblər. Qıraqlarda nəmişlik verir və evində malyarı da 3 ildir remont olubdur. O da bərbad hala qalıb, təmiz sökülüb dağılır ev bir sözlə. Gözü məftinlə bağlayıblar. Görün necə, Məftinlə bağlayıblar. Məftinlə, hardan gəldi, nə bax, dirsəyi 90 dərəcə veriblər. 45 dərəcə var, bu dirsəkdən istifadə olunmalıdır bununla. Görürsünüz, 145 dərəcə. Belə işlənirlər. İndi inşallah siz videonu izləməkdə qalın, əzizləyicilər. Bunu mən söküb təzdən çəkəcəm. Onda baxarsınız ki, necə olur iş. Da belə yox, indi o birisinə də gedək baxaq. 2 dənədir, sanizəyə və sanitar qolçağı. Bütün görürsünüz, bax, sökülübdür. Bütün hamısı sökülüb. Görün necə, buna bax, bu işıq görünür. Bax, bu kafel buradan sökülübdür. Bax, bu qranit görürsünüz, baxın. Bax, bu təp-təzədir, bax, görürsünüz, buna bax. Arxasına mətanət vurmayıblar. Buna bax, kafel mağazadan nətər təzə gəlir. Bax, görsən arxasına, bax, təp-təzədir, heç nə. Bir dənə yerəcək daraq çəkirlər nazikcə. Nətər gəldi, yapışdırıblar. Buna bax, arxasında yoxdur şey, mətanət yoxdur. Nə gündə iş görürlər. Mən belə götürəndə, əzizləyicilər, ustalarda mən günah görmürəm. Çünki 2 gün əlinə instrumentalan gəlib usta işləyə bilər. O problem deyil. Burası sadəcə olaraq anlayışı yoxdur. Mən günahı ev sahiblərində görürəm ki, belə ustaları işlətməsinlər. Müştərilər zəng edir məndən, birinci söz odur ki, usta neçə işləyirsən, demir bir nə iş görürsən, nətər işləyirsən. Ona görə mən günahı ev sahiblərində görürəm. Mən ustalarda günah görmürəm. Usta neynəsin? Gedir 2 gün işləyir, instrument alır, deyir mən ustayam. Sənin özünə nə olur? Bir araşdır gör, bu insan işləyə bilir, işləyə bilmir. Bəlkə bu yalandan danışır. Ona görə də mən ustaları qınamıram valla. Mən qınanması bir dənə varsa o da ev sahibləridir. İşini gördürəndə düzəməlli adama gördürsünlər. Yoxsa pulun dərdindən 5 manat aşağı, 5 manat yuxarı gelir, gətirir, salır, yeri pis günə qoydurur, hamısı sökülüb dağılır. Buna bax, remont elətdiriblər ki, 3 ilindir, buna bax.
sökülür, dağılır, təmiz təzədən remont edirlər. Sən bilmirsən ki, evinə girən usta nə cür iş görür, müəyyənləyir. Buna bax, bu da o birisi digər sanuzelimiz. Görün nə gündə, turbalar gör harayla gedir. Burada da zədə vurublar. Buranı sökəndə yox, çəkəndə vurublar. Burada da bir zədə. Qıraqlar nəmişlik verdiyinə görə buna bax, hələ bax, biraz da hələ rəngində qalıbdır. Ona görə də sökülüb dağılır, bax, bunun hamısı. Divar üçün unitazımız keçəcək bura, orada moyladır olacaq, burada duş kabinamız olacaqdır. Yəni bir sözlə hamısı sökülür, dağılır, pis gündə budur, bax. Bir dəfə xərcə düşmək yox, gör neçə dəfə xərcə düşür. Ona görə də işinizi düzəməlli gördürmək lazımdır. Hamısına buna bax, qum veriblər, buna bax. Qumdur, bax, bildiyim, buna bax. Beton deyilən şey yəni burada yoxdur. Strafovkanda altına mətanət də vurmuşlar, heçlə. Götürüblər eləcənəz, elə tulluyublar yerə. Olmaz, belə iş görmək olmaz vallahi. Buna bax, hamısı pis gündə. İndi burada bunun hamısını biz borları yuxarı qaldırıb, səlqəli şəkildə qırılmamaq şərtindən, dağılmamaq şərtindən buranı təzədən bütün hamısını işləniləcək. İşləniləndən sonra indi YouTube kanala yükləniləcək bu videodan sonra. İzləyin, videonu izləməkdə qalın, ondan sonra görün işi necə görürlər, gör nə gündə. Bütün hamısı əyri, müylü, nətər gəldi, bütün hamısı bunların sökülüb çıxacaqdır. Yerləri təmizlənəcək və ondan sonra iş ondan sonra olacaq. Da bunun belə yox, bu nə bilim vallah. Nə deyim, belə ustalara bu prosto mənə burada çatmayan nədir? Hələ deyəsən oranda dəyişiblər yoxsa? Yox, sökəndə qırıblar. Burada bu calaqlar nədir? Bura nə cür istiyəşqa veriblər? Bu calaqları mən belə qalmışam. Bu calaqlar nədir belə? İstiyəşqa verəndə belə bir şey olmur axı. Bütün hamısında var. Bax, burada da var. Bütün hamısında calaqlar var. Buradan bir calağa atıblar, buradan bir calaqdır. Bütün, bax, buradan da birdir. Bax, buradan stipoldur da bura, bütün hamısı. Bax, bu nədir bax bura? Buradan belə bir calaq. Heç nə də getmir, ancaq buradan stipol gedir. Söp. Bax, görürsünüz. Bax, budur, bax. Bax, stipoldur. Yəni, heç nə yoxdur. Bax, bunu nəyə belə? Mən çatmır, bunu nə iş görüblər burada? Bunlar nə iniflər, mən bilmirəm. Buna bax sən Allah, buna nə demək olar bu işə? Deyiləsi söz yoxdur, deyəsən. Beton da hündür ediblər, elə. Ha? Beton da hündür. Beton hündürdür. Betonu nəyə hündür ediblər? Buna görə ediblər. Bu 50'lik boru o mətbəxdən gələndir, bu da paltaryona gedəndir. Bunu ona görə ediblər, 100%. Bu penaplasın özünün sancaqları var. Onunla vurmalısan, götürüb məftillə bağlayıblar hamısını. Buna bax. Rüstəmi, nə bax, sən. Gör, məftil çürüyür. Nə bax. Vay vay vay. Aha, və qum deyə texə. Görsən. Üç ilin çəkilişi deyil bu. Buna bax abi, paykanı gör, buna bax. Gör necə payka vurublar, buna bax. Bütün əzir. Buna bax. Orada TikTok'da var, bəzi ustalar var, adam baş qoşmur, deyirsən, yaşa qoy getsin, işinlə məşğul olsun. 2 gün 3 gündə əlinə instrumenti alıb, başlayır dastan danışır. Ay, radiatorun qoşulması belə yaxşıdır, nə bilim nə də. Onlar hamısı başını bırakın, elələrine inanmayın. Ay, deyir, cəmaatın başını aldatmayın, budur. Dünən də danışmışam, belə qoşulmanı deyir usta, gəl çevir aşağı ilə elə, evdə istilik ala bilmirik. İndi orada boş-boş danışırlar. Çünki anlayışları yoxdur, eləsinə baş qoşmağa dəyməz.
başını ağrıtmağa dəyməz. Çünki onların təcrübəsi yoxdur. Hələ onların öyrənməyinə çox var. Hələ də öyrənməyə hələ nə məlum məsələdir. Ona görə bu ev sahiblərinə də əsas mənim sözüm. Yəni işinizi gördürəndə bir dəfə gördürün, düzəməlli gördürün. Belə iş yox, bu iş deyil. Belə işə heç bir qəpik də pul düşmür. Nəinki pul, bu boyda material zay olur, hamısı çıxır gedir. Məhv olur. Bu nədir belə bu? Bu iş deməkdir. Buradan gələn tranika bax. Götürüb 90 dərəcə verib. Buna bax. Baba, görsən bax tranikına bax. 90 dərəcədir. Bu 145 dərəcə olmalıydı. Suyun axımı bax belə getsin. Çəpinə belə yox. Oradan sən şifi vurandan ütazın, gəlib burada dola bilər. Bu xəttə də qayıda bilər. Ona görə 45 dərəcə olmalıdır ki, 145 dərəcə. Suyun axımı gəlib dolmasın bura. Bu boyda bunu nə gündə çəkiblər. Deyiləsi deyə Allah'ım olsun. Bu nə deyir, bunu nə cür iş görüblər, mənim başım çıxmır. Çox pis gündə. Ona görə də su buraxdığına görə bu sanuzellər də hamısı sökülüb, dağılıb, təzədən çəkilir. Toklar deyir, bərbad haldadır. İndi burada işlədir, biz də ehtiyatlı olaq ki, bu tokların ustasıq olar, eləyər, Allah zor eləsin. Hamısı gətir buna bax, qapının qırağından, buna bax. Qapının arasına salıb peynaplasa. Demirlər ki, burada pajar verər, yangın baş verər. Bu boyda divar var da, divarla apar. Burayla nə aparırsan? Ona görə kiminsə nə iş görürsə, nə vaxtsa bir üzə verib çıxır. Ona görə işinizi görəndə tövsiyə görürəm ki, düzgün görün. Stipol belə yox, bunu bu qayda çəkəcəm. Unitaz burada olacaqdır. Boyladır burada olacaqdır. Kabinada orada. Yerdə dəyişir, dizayn dəyişir. Dəyişdiyinə görə indi mən bunu çalışacağım ki, stipolun üstündən aparmayım boruları. Çin onun suyu bunu qurudur turbanın içini. O da başlayır neynəməyə? Tutulma baş verməyə. Qurudur, iyi verir, tutuldur. Əlbəttə ki, olmaz. İndi onu mən çəkilişini indi fikirləşmişəm. İndi onu elə çəkəcəm ki, yəni ona tamamilə heç cürə ona adiyyəti olmasın. Onu o cür çəkəcəm. Buna bax, gör nə qoyublar. Utka qoyublar bunun üstündən, fikir versən. Bax da, görülən işə bax. İndi mənlə işləyirsən də bir il, indi görürsən nə iş görürlər. Gör utkuya bax, özdə vurduqları paykaya bax, nə gündə vurublar. Nə iş görüblər, neyniblər, heç özləri də bilmirik. Dəyişəkdir, dəyişək. Ana başına, kül başına eləyib, tez bazar. Pis gündə, buna bax, gör. Qum elə bir dənizdə zaddadılar, buna bax. Qumla, günəş şüasından işləmir, bu. Kombi işsidir, bu boyda xətti. Günəş şüası başqa şeydir, kombinin işləməyi başqa şeydir. Bax, gör nə gündə, bunların hamısını görə, bütün bura qalxır, bax, fikir ver. Bu divar içi simisli tellərdə hamısı söküləcək. Sökülüb çıxsın o da hamısı. Bu da söküləcək, mərkəzə çəkiləcəkdir. Mərkəzə çəkiləndən sonra ondan sonra nə görürlər, buraları yığışdırıb başa gətirmək var. İş görməyi hamı görür. Görsən, bu da iş görürdür. Amma əsas odur ki, ortaya bir şey çıxardasan, iş çıxardasan. Dünənki ustalardır, satılmış işlərdir, hamısı bax belə olur. Satılan işdir, dünən işləyən ustaların da gördüyü işin aqibəti budur. Yəni bu ev sahibləri, o bəziləri ayrılsınlar ki, belə iş görmək olmaz. Belə iş görməyində axırı budur. Videonu izləməkdə qalın, əzizləyicilər. Bunu indi mən çəkib qurtarandan sonra yenə çəkiliş edib paylaşacağım. Onda baxın, görün işi necə görürlər. Onda rəy verərsiniz ki,
Həqiqətən də bu işlə o işlə dağlar qədər fərq var. Hələ mən burada sıfırdan iş görmürəm, mən burada pridelk eləyirəm. Hələ sıfırdan iş görsəydim bambaşqa. Pridelk eləyəcəm, hələ yenə də ona baxmayaraq, yenə də baxanda görərsiniz ki, həqiqətən də görülən işin hansı yaxşıdır, hansı pisdir. Burada istipoldur gördüyünüz kimi, budur. Görün, kərpişləri götürüb, bir-bir vurublar bura. Bax, burada nədir? Bütün hər yeri açıq-açıq qoyublar. Vallahi, bilinmir, hər yerdə bir cız qoyublar. Nəysə, hələlik bu qədər əzizləyicilər. İnşallah çəkiliş eləyək. Onu da çəkiliş eləyib paylaşacağım. Baxarsınız və rəylərdə gözləyəcəm sizləri. Hələlik bu qədər. Abunə olmağı unutmayın. Sizlərin abunə olmaq bizlər üçün çox önəmlidir. Sağ olun, hələlik bu qədər.